Selamun Aleyküm. Allah'ın rəhməti, bərəkəti, məğfirəti, hidayəti, gözəlliyi sizin üzəriniz olsun. Gönül insanları, gönül dostları, cənnət adayları, cəhənnəmi sevməyənlər, cənnəti arzu edənlər. Subhanallah. Bunun da balaca bir söhbətim olacaq. İnşallah mənə və sonra sizə xeyirli olsun, faydalı və bərəkətli olsun. Deyir, kendi dərdini seç. Bu dünyada bir dərdin olsun. Subhanallah. Dərdin, sıxıntın, problemin olmasa Allah sənə dərd verər, bəla verər, musibət verər. Subhanallah. Bugünkü söhbətimiz olacaq demək namaz. Namaz, sən namazda əxlaqlı deyilsənsə, tərbiyəli deyilsənsə, o qıldığın namaz niyə? Subhanallah. Səndə yardımlaşma yoxdursa, içində bir insanlara qarşı acıma hissiyatın yoxdursa, onda zəkatın, sədəqənin vermək niyə? Subhanallah. Sən məsuliyyətli deyilsənsə, içində bir məsuliyyət daşımırsansa, o tutduğun oruc niyə? Subhanallah. Allah-u Teala bizim ibadətlərimizin məqsədi Allaha çatmaqdır, təmizlənməkdir. Biz Allaha çatmırıqsa, təmizlənmiriksə, onda bu ibadətlərin niyə edirik biz? Subhanallah. Allah-u Teala ibadətlərimizin haqqını verməyi bizə nəsib eləsin və Allaha çatmağı bizə qismət etsin. Allah-u Teala bizi cənnətinə qavuştursun.